O cümlədən bəraət qazandırma, bu da insan psixikasının onu müdafiə etməyə çalışdığı üsullardan biridir. Bəraət nədir? İnsan bəzən görürdüyü hər hansı bir səhv, nöqsanlı və xəta olan bir işi mənalandırmağa çalışır. Onu biraz əqlani yöndə izah etməyə çalışır və yaxud da hər hansı bir səhvinə don geydirməyə çalışır, belə desək. Məsələn, mən siqaret çəkirəm çünki çox qəmliyəm, qüssəliyəm və ya kədərliyəm. Bu kədərimin, qəmmin, qüssəmin aradan getməsi üçün bu işi görürəm. Ola bilər qısa müddətdə, qısa vədədə bu cür psixoloji müdafiə, insanın özünü qoruma üslubu faydalı ola bilsin müəyyən həddə qədər. Amma uzun vədədə, uzun müddətdə bu insana ziyan vurur. Qısa müddətdə insan aramlıq tapa bilir, amma uzun vədədə insan məsuliyyətdən qaçmağa çalışır. Yəni hər dəfə hər nöqsanımı, hər səhvimi, hər xətamı bu cür müxtəlif variantlarla mən yozmağa çalışsam, ona bəhanələr gətirməyə çalışsam, bu artıq insanın məsuliyyət hissindən yayınmasına və məsuliyyətsiz olaraq həmişə davranmasına gətirib çıxara bilər. Yəni sanki insan səhvlərinin müqabilində heç bir məsuliyyət daşımır kimi düşüncəsi ilə yaşamağa başlaya bilər. Bu vərdiş onda yaranmış olsa. Buna görə bəzi məqamlarda ola bilər insan bəraət qazandıraraq özünü sakitləşdirsin, rahatlaşdırsın. Amma normal hala dönəndən sonra, emosiya gərginliyi azalandan sonra artıq insan bu hisslərlə, bu duyğularla məşğul olmalıdır.